şəxsə və kəmiyyətə görə dəyişib dəyişməməsinə görə iki qrupa bölünür. Təsriflənən feillər, təsriflənən və təsriflənməyən feillər. Təsriflənən feillər nədir? Siz onu rahatlıqla şəxsə və kəmiyyətə görə dəyişə bilirsiniz. Məsələn, mən gedirəm, sən gedirsən, o gedir, biz gedirik, siz gedirsiniz, onlar gedirlər. Asanlıqla dəyişə bildim də. Amma təsriflənməyən feilləri sən asanlıqla şəxsə və kəmiyyətə görə dəyişə bilmirsən. Bunlara hansılar aiddir? Məstər, feili sifət və feili bağlama aiddir. Feili bağlama. Bunların hər birinin şəkilçilərini göndərmişəm. Gələn dərs yenə soruşacağam. Məsələn, məstər götürüm, oxumaq. İndi gəlin bunu şəxsə görə dəyişim. Mən oxumaq, sən oxumaq, o oxumaq, biz oxumaq deyə bilirəm? Yox, alınmır. Şəxsə və kəmiyyətə görə dəyişə bilməyənlər təsriflənməyənlər adlanır. Təsriflənməyən feillər deyilir, başqa nitq hissələrinə aid xüsusiyyətləri daşıya bilir. Necə? Məstər isimdən feilin xüsusiyyətlərini daşıya bilir. İsim və feilin. Feili sifət feillə sifətin xüsusiyyətlərini daşıya bilir. Feili bağlama isə feillə zərfin xüsusiyyətlərini daşıya bilir. Məsələn, məstər isim kimi hallanır. İsim kimi mənsubiyyət şəkilçisi qəbul edə bilər. İsim kimi cümlədə müxtəlif cümlə üzvləri ola bilər. Bir də xəbərli şəkilçisi qəbul edə bilər. Feilə aid xüsusiyyətlər isə təsdiq və inkarda ola bilər. Nə deyək başqa sizin keçdiklərinizdən? Təsdiq və inkarda ola bilər və salam. Hələ ki sizin keçdiyiniz budur. Feili bağlama isə feillə zərfin. Neyinir feil? Təsdiq və inkarda olur. Zərfə aid xüsusiyyətlər isə tərz bildirə bilər, zaman bildirə bilər, zərfin suallarına cavab verə bilər. Feili sifət isə feillə sifətin xüsusiyyətlərini daşıyır. Feilin xüsusiyyətlərindən təsdiq bildirir, bir də zaman məzmunu bildirə bilər. Zamana görə dəyişir, yox ha, zaman məzmunu bildirir. Sifətə aid xüsusiyyətləri isə neyinir? Aid olduğu ismin qarşısında gəlir. Məsələn, deyirəm, oxuyan tələbə. Bax, ən feili sifətin şəkilçisidir. Tələbə. Aid olduğu ismin qarşısında gəldi. Sifətin suallarına cavab verir. Sifət kimi cümlədə təyin olur. İsimləşə bilir sifət kimi. Yəni, ismi xüsusiyyətləri, məsələn, oxuyanlar deyirəmsə, artıq burada ismi xüsusiyyətini daşıyıb da, larlər qrammatik şəkilçisini qəbul edib. Aha, belə. Danışıram məstərdən. Məstər hərəkətin adını bildirir. Maq-mək şəkilçisi ilə düzəlir və məstər feillə ismi xüsusiyyətlərini daşıyır. Bayaq dediyim kimi, hərəkət bildirir, təsdiq və inkarda olur, hallanır, mənsubiyyətə görə dəyişir, xəbərli şəkilçisi üçün şəxsin dır, ancaq dırı qəbul edə bilir, bir də qoşmalarla işlənə bilir. Bunları əzbər öyrənməyiniz daha uyğundur. Sonra gəlirəm feili sifətə. Feili sifət varmı? Var. Feili sifət neyinir? Feili sifətin şəkilçiləri yenə var. Həm feilin, həm də sifətin xüsusiyyətlərini daşıyır. Hərəkət bildirir, təsdiq və inkarda olur. Əsasən hansı sualına cavab verir. Sonra aid olduğu ismin qarşısında gəlir. Qarşısında gəlir, yəni ismi izah edir. Qarşısında gəlir. Sonra gəlirəm feili bağlamaya. Feili bağlama... Bir dənə orada nüans var, onu izah edəcəm ayrıca. Feili bağlama hərəkətin tərzini bildirir, belə deyək, zamanını bildirə bilər, səbəbini bildirə bilər. Həm feilin, həm də zərfin xüsusiyyətini daşıyır. Hərəkət bildirir, təsdiq və inkarda olur. Hərəkətə aid olan sözə bağlı olur və tərzini, zamanını, səbəbini bildirə bilər. Necə, nə vaxt, niyə suallarından birinə cavab verir. Məsələn, həkim gülümsəyərək, bax burada ara gərək şəkilçisidir feili bağlamanın. Necə soruşdu? Gülümsəyərək. Şəkilçiləri əzbər öyrənin ki, bizə lazım olacaq nüans şəkilçilərdədir ki, şəkilçini bilməlisən ki, rahatlıqla sözü tapa bilərsən də sənə nə deyir. Aha. Bir də bir şey qaldı. Bunu diqqətlə qulaq asın. Diqqət. Nida işarəsi ilə deyirəm. Dost uşaqlar feili sifətlə feildən düzələn nitq hissəsi sifəti fərqləndirirlər. Düzəltmə sifəti. Fərqləndirə bilmirlər daha doğrusu. Necə? Bax, məsələn, qaçağan at, qaçan at. Belə baxanda hər ikisi feili sifətə bənzəyir də, çünki an sonluğu ilə bitib. Amma bunların heç də ikisi də feili sifət deyil. Bəs necə fərqləndirək? Asan bir yol deyirəm sizə.
Bax, hər iki sözə mame inkarlıq şəkildə artırın. Əgər artıra bilirsinizsə, fe'li sifətdir. Məsələn, qaçan at, qaçmayan at. Amma artıra bilmirsinizsə, qaçağan deyə bilərsən, qaçmağan. Alınmır da. Artıra bilmədiyin isə fe'li sifət olacaq. Nitq səs olaraq sifət. Məsələn, deyincən, deyincən. Bir də var, deyirəm, deyinən. İndi gəlin baxın görüm. Bunun hansı sifət səs olaraq, hansı fe'li sifətdir? Hər ikisi an sonluğu ilə bitib. Deyincənmə ola bilər və yaxud da deyinməyən ola bilər, olmaz. Deməli, bu birinci deyincən sözü sifətdir, amma deyinən, deyinməyən deyə bilərəm. Bəli, deyə bilərəm. Burada isə ikinci söz fe'li sifətdir. Aydın oldu.